Əzizlərim, necəsiz canlarım mənim? Yenə də sizin Rəhimə Sultanınız. Nə danışacaqdım sizə? Haradasa orta hesabla 10 il qabaq Dima Bilanın konsertinə getmişdim. Deyəcəksiniz Dima Bilan 10 il qabaq, indi anlatacağım. Bu anda, yəni konsertin ortasında Nigar Camal, Niki Camal yaxınlaşır. Onların hətta bir yerdə duetləri var. Normal uzun bir paltar giyinmişdi o. Qeyrət güdükçələrə nəzərinə. Qalxanda elə bir xəta oldu ki, boyda, yəni ayaqdan ayağa atmaq üçün azacıq yarıq var idi. Paltar yarıq idi, ya paltar özü söküldü, neysə normal uzun paltar idi. Dima Bilan tərs pəncəyini çıxardı, Nigarın arxasından belə tutdu. Sağ olsun Dima Bilan. Və indi keçirik gündəmi zəbt edən təzə şak xəbərlərə. Dünən idi yanılmıramsa, Kəmalə Günəşli Zaurun verilişinə qatılmışdı. Hansı kanalda da heç bilmirəm, gördüm nəsə oxuyur. Baxmadım, sonra gördüm, sensasiyalı bir xəbər peyda olunub. Kəmalə Günəşli yıxılıb. İnsan da yıxılıb. O yıxılanda Zaur tutdu. Operatorlar da şak. Niyə? Çünki sonra magazin jurnalistləri, TV magazin jurnalistləri yox. TV'də jurnalist olur. Jurnalistləşməyə doğru gedirik, jurnalistikadan. Tez o operatorun çəkdiyini screenshot edib hər yanda patlatdılar. Yıxıldı da insan yıxılar da. Ay onu sensasiya kimi paylaşan. Sənin garantiyan var ki, sən də şappıldanıb yıxılmayacaqsan. Garantiyan varmı ki, səni əkib, biçib, böyüdüb, tərbiyə verənin və sənin əkib biçdiyin, tərbiyə verdiyin yıxılmayacaq? Varmı? Yox. Və ailə və cəmiyyət tapazaltısı adlandırdığım o avratlar və arvadağız kişilər başladı. Çoxunda bir qrup var adam. Hər kəs insan da hamı adam ola bilməz. Həyatda bəxtləri gətirməyən qeyrət güdükçüləri başladı, aldı aşıq sazını, söylədi, nə söylədi, bilərəkdən yıxılıb, İnşallah ki, bu miraq qanunu baş verər. O ağ bir şey, ağ saç vaxtınızda şappıldanıb yıxılarsınız. Sözdə adam yaşlaşanda davriyini qalxır, axı təzik, qalxıb düşür, qalxıb düşəndə də dəyər yerə. Bir Antonio qəşələri getdə elərsiniz. Və inşallah sizin o sevimli qızlarınız, bacılarınız yıxılar, deyarsınız, özü yıxıldı. Nəzəri cəlb elə meydan kənd ortasında yıxılarlar. Hamı da deyər, ətrafdakı kişiləri cəlb edir. Axı siz qeyrət dağarcağı analar, qeyrət dağarcağı bacılar, qeyrət dağarcağı qardaşlar, ərlər və atalarsınız. Ayıb deyə, insan yıxılıb. Sonra bir sürü adam var. Gedirlər, görək kim açıqsa açıq yine. Bu yazıq Kəmalə, vallahi bilmirəm, onun verilişdə nə söhbət gedib, nə olub, nədən danışıblar. Uzun belə normal, abırlı, həyalı bizim dillə desək, paltar xələt tərzində güllü çiçəkli bir paltar. Nənəmin xələtini giyiniblər. Sən ərin atın qardaşın o nənəmin xələti paltarından alsın, sonra danışırsın. Özdə paltar elə də bahalı paltar da deyildi. Kəmalə Günəşli olmadı, kim olur olsun, o sensasiyadır. Kimdir qeyrətli, kimdir yaxşı, bəyənmədiyiniz xristiyan, bəyənmədiyiniz o Dima Bilan, xristiyan olan Dima Bilan, ya siz kiminsə yıxılmağını qeybətə çevirib, reyting qazanıb, onun üzərindən pul qazanan qeybət qul haqqına girməkdir. Allah hər şeyi bağışlayır qul haqqına, qul özü, bəndə özü, bir haqqına girilən bəndə, haqqa giriləni bağışlamayınca bağışlamır. Bir də başa düşmədim. Soyunurlar, deyirsiniz ki, özlərini itiriblər, yiyəsi yoxdur, nə bilim, o yiyəsi yoxdur deyənlər var. Evlərindən xəbərləri yoxdur. Mən elə yiyəsi yoxdur. Onun buna lağ eləyənləri gördüm. Boşanmışlara lağ eləyən var idi, o qızı boşandı. Boşanmışlara lağ eləyən görmüşəm, qızı boşanıb. Gəziyənlərə lağ eləyən görmüşəm, qızları minə oyundan çıxıb, səhər gediblər, axşam gəliblər, səhər gediblər, dərs, axşam dərsdən gəliblər, amma ortada hamilə qalan da olub. Ginekoloqdan çıxıb tezdən ərə gedən də olub. Yox
Yoxdur, ondan danışıraq. Hə, yıxılıb da insandır. Kəmalı olmur, kim olur olsun. İnsandır, xətadır. Televiziyada da, canlı yayında da yıxılmaq olar, küçədə də yıxılmaq olar. Hə, abırlı həyalıda paltar giyinib də, nə giyinib ki? Nə giyinib? Yavrucuq, indi siz deyin. Kimdir günahkar biri? Onu bağışlamaq olarmı? İndi siz deyin, kimdir qeyrətli? Dima Bilan? Ya siz yıxılmağı şişirdib, reytinglar qazanan və o yıxılmağı abartan, özünüz də bilmirsiniz, açıq giyinəni pis deyəsiz, bağlı giyinəni pis deyəsiz olan, öz aləmində müsəlman olan, yaxşı müsəlmanlar öz üzərinə götürməsinlər. Valla mən kimisə pis deyəndə tez yaxşılar öz üzərinə götürür. Yaxşılar öz üzərinə götürməsinlər. İnsan olmaq lazımdır. İnsan, hər kəs adamdır. Amma hər kəs insan deyil. Məsələn, siz qeybət sahibləri insan deyilsiniz, adamsız, amma adamlıqdan çıxmış adamsız. Ar olsun sizlər. Və Dima Bilan kimilərəsə, afərin, zar kömək elədi. Ar olsun o operatorlara ki, bilərəkdən göstərirsiniz ki, sonra sizin kimi qeybətçi. Onu belə böyüdüb göstərən operator, sabah sənin bacın, anan yıxılmayacaq. İndi qadın yıxılıb, indi kişi yıxılanda deyirik. Birdən elə yıxıldı, paltarı da qalxdı, başına qaldı, ora burası olmayacaq. Ya siz o tənqid edənlər harda bilirsiniz, özünüz yıxılmayacaqsınız, ya xüsusən qadınlar, ya bacınız, ananız yıxılmayacaq, ora burası qalmayacaq. Yazğın heç anda qalmadı, yıxıldı yerə, tez tutdu. Hə, nə var? Nə olur? Dünyanın axırıdır. Ar olsun. Cəhalət də savad dərəcəsinə baxmır. Bu arada onu biləsiniz. Yaxşı insanlar bol olsun. Haterlar. Neyse. Haterları görəndə deyirəm ki, həqiqətən bədbəxtdilər. Düzdür, bir çoxları deyir ki, o bədbəxtlər xoşbəxt olsun. Mən deyirəm, o bədbəxtlər bədbəxt olsa yaxşıdır. Elələrinə baxıb gülürəm və deyirəm, əlhəmdülillah, mən onlardan deyiləm. Bədbəxt olmağında da istəyir qadını, istəyir kişisi, özünüzsüz günahkar. Mənim sadəcə sizlərin tərbiyə verəcəyi o övladlara yazığım gəlir. Özünüz kimi cahil övlad böyütməyin. Yıxılıb da. Kəmalı olmur, kim olur olsun. Siz olun, yıxılın, mən olum, yıxılın. Sizin qızlarınız, analarınız yıxılsın. Yıxılıb da insandır, büdürüyüb, yıxılıb. Nə var ki? Nə olub? Uzun da giyinib də, nədir nənənin xalatını giyim? Çox zövqlüsüz. Neyse. Məndən bu qədər. O ki, qaldı o kişilərə ar olsun, kişinin hülqumu olar, kişinin yanında baş kəsərlər. Danışmaz o arvadağız yazanlara və arvadağız paylaşanlara deyirəm. Qadına qalınca, qadının dostu olmalıdır, düşməni yox. Qadının yurdu olmalıdır. Qurdu. Məndən. Yaxşıları sevirəm. Yaxşı insanlara, həqiqətən əməli salih insanlara, anlayışlı insanlara Allah yar olsun, salamı üzərində olsun. Olmayanında Allah özü verəcək cəzasını, bumerang var. Amma heç bir bəndə cəzanı qanmır. Qaba dildə desək. Mükafatı qanır, anlayır, cəzanı qanmır. Bir dənə söz var, o həm qarğışda, həm alqışda. İstəyir mən, istəyir siz, istər digərləri. Bütün dünyada dinindən, irqindən, milliyyətindən, sosial mənsubiyyətindən asılı olmayaraq Allah, yaradan, kainat, nə bilim, evrən, nə dersiz deyin. Allah hər kəsin ürəyincə, əməlincə versin və belə də olur. İnanın, o bu dünyanı bilmirəm, bu dünyada olur. Sizləri, gözəl insanlar, sevirəm. Haterlar, bədbəxtlər, sizləri də sevirəm. Və hər zaman elə bədbəxt olun, mən deyim, əlhəmdülillah, mən belə deyiləm, mənim kimlər. Bədbəxtliyə layiqsiz. Çünki xoşbəxt olmaq istəsəz, öncə özünüzü dəyişərdiniz. Yenə də deyirəm, söhbət kəmalədən getmir. Kəmalə olmur, kim olur olsun. Yıxılmaq hər kəs üçün var. İnsan da yıxılır, heyvan da yıxılır. Hər bir hərəkət edən canlı yıxıla bilər. Məndən. Allahdan bir dənə söz deyim, o təhqir edən, tənqid, bütün günü tənqid adı altında edən, kimisə alçaltmağa çalışanlar yadınızda saxlayın. Siz o təhqirlərinizlə qarşınızdakini təhqir etmirsiniz. Siz özünüzü təhqir edirsiniz, bilirsiniz niyə? Özünüzün böyüdüyü mədəniyyətsiz, tərbiyəsiz olan ətraf mühiti, ailənizi göstərirsiniz, onların təhqir edirsiniz. Ola bilsin sizə yaxşı tərbiyə veriblər. Yəni küldən gül törənir, güldən də kül. Onların başını aşağı salırsınız. Lap ən tərbiyəli, ən gözəl tərbiyəni verib, indi küldən gül törənib, güldən də kül törənib, gül olduqları halda kül törənib. Özünüzü və ailənizi, yaxınınızı təhqir edib alçaldırsınız. İnanın, nə qədər, o neçə dəfə elə də olub veriblər.
qədər qüdaların ataları, anaları gəlib deyib ki, vallahi biz gedirik uşağımızı böyütməyə, ya o qızcığazların xəbərimiz yoxdur, bütün gün onları güdməyəcək ki. Eləcə də avratçıqların ərləri, qardaşları, ataları deyib ki, bizim inanın xəbərimiz yoxdur. Getmiş olmuşsunuz, özünüzə, öz atalarınızı, analarınızı, bacılarınızı, qardaşlarınızı, ailənizi alçaltmışsınız. Olmaz. Öncə özünüzə baxın. Hə, bir dənə də söz var axı, meymun baxar güzgəyə, adını qoyar özgəyə. Allah hər kəsin, mənim, siz, yaxşıların, pislərin, hər kəsin əməlincə özü versin cavabını. Bu dünyada da, axirətdə də, qəbr evində də, hər yerdə. Və belə də olur əslində. Karma bumerangı hələ heç kim iptal etməyib. İndi siz deyin, onu bağışlamaq olarmı? Kimdir daha qeyrətli, namuslu? Zima Bilan? Kəmalə Günəşli yıxılanda onu belə göstərib, abartılı göstərib, ondan operatorlar və yaxud ondan reyting qazanan qeybət saytları olan özlərini maqazin jurnalistləri adlandıran qeybət jurnalistləri.